Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Keçən bəhslərdə biz imamət məsələsinin Qur'an-ı Kərimdə ümumi anlayışını siz əzizlərlə müzakirə etdik və eyni zamanda İmamət məsələsi İslam dünyasında nə zaman, kim tərəfindən, hansı hadisə zamanı yarandığına işarə etdik. Və bəhsimizin sonunda dediyimiz kimi, Qur'an-ı Kərimdə imamət məsələsinin, İslam dünyasında imamət məsələsinin yaranma tarixinə dair dəlil var, yoxsa yoxdur. Bugün və növbəti bəhslərdə istərdim bu barədə müzakirə edək. Yəni, bəhsimiz tarixi deyil, hədisi deyil. Sadəcə bir Qur'an ayəsi barəsində müzakirə edəcəyik. Heç şübhəsiz, imamətin Qur'an-ı Kərimdəki yerini, mövqeyini tanımaq üçün biz imamət məsələsinin seyrini, yəni tarixi seyrini, yaranma mənşəyini daha dəqiq, daha incəliklə təhlil etməliyik. Ümumən bir qayda olaraq bunu deyim ki, biz hər hansı bir məsələni isbat etməmişdən öncə, sübuta yetirməmişdən öncə məntiqi cəhətdən bizim müqəddimələrimiz doğru olmalıdır. Tarixi hadisələr də belədir. Biz tarixdən yaxud Qur'an-ı Kərimdən hər hansı bir nəticəni almaq istəyirik ki, bu məsələ barəsində İslam tarixinin mövqeyi budur və yaxud Qur'an-ı Kərimin mövqeyi budur. Bu nəticəni almaq üçün heç şübhəsiz məntiqi ardıcıllığa riayət etmək qaçılmazdır. Çünki ilkin müqəddimələr yanlış qurularsa, heç şübhəsiz alınan nəticə də yanlış olacaq. Və yaxud alınan nəticə heç bir formada ola bilsin ki, nə ayəni dəstəklədiydi, nə tarixin dəstəklədiydi. Buna görə biz bu məsələləri incələməkdə məqsədimiz, yəni daha geniş təhlil etməkdə məqsədimiz budur ki, alınan nəticənin müqəddiməsinə diqqət edəsiniz və müqəddimənin nə qədər məntiqli, Qur'ani olduğunu əyani olaraq görəsiniz. Burada müzakirə olunan ayə Ulul Əmr ayəsi adlanır. Mübarək Nisa surəsində işlənir bu ayə. Bu ayə keçməmişdən qabaq bu sualları veririk. Qur'an-ı Kərimdə Peyğəmbərin öz dövründə imamət məsələsi müsəlmanlara, Peyğəmbərin səhabələrinə təqdim olunan bir mövzu yoxsa imamət məsələsi, yəni Peyğəmbərin canişinlik məsələsi Peyğəmbərin vəfatından sonra ümmətin anidən üzləşdiyi bir məsələ idi. Sualı başqa bir formada təkrarlayıram. İmamət məsələsi, Peyğəmbərin canişinlik məsələsi Qur'an-ı Kərimin ayələrinə əsasən müsəlmanların, yəni Peyğəmbərin ətrafında olan insanların Peyğəmbərin vəfatından sonra ilk olaraq üzləşdikləri məsələ idi, yoxsa Peyğəmbərin sağlığında Peyğəmbərlik məqamı ilə yanaşı Peyğəmbərliyin canişini olan, hesab olunan imamət məqamı ilə tanışlıqları var idi. Əgər desək ki, tanışlıqları yox idi, belə bir məqam, belə bir mənsəb, belə bir rəhbərlik ümumən yox idi. Müsəlmanlar yalnız bir məqamı tanıyırdılar. O məqamda Peyğəmbərliyi, Peyğəmbərə itaət etmək məqamı. Amma Peyğəmbərdən sonra bunların vəziyyəti necə olacaq? Peyğəmbərdən sonra bir şəxs onun yerində oturmalıdır. Bu kimi məsələləri ümumən bunlar düşünmür və yaxud Qur'anda buna heç bir ayə yox idi. Əgər bunu desək, demək Peyğəmbərin vəfatından sonra ümmət yeni bir hadisə ilə rastlaşırlar. Anidən Peyğəmbər vəfat etdi, indi ümmət bilmir nə etsin, tələm-tələsik birini rəhbər etdilər. Və sonra desinlər ki, bu bir dənə fitnidir, Allah bunu, bizi bu fitnədən qorudu. Yəni, anidən belə bir məsələyə hazırlıq yox idi. Bu məsələnin bir tərəfi, bəli, bir çox
insanlar, alimlər daha doğrusu bunu qəbul edir ki, ümumən müsəlmanların belə bir anlayışı yox idi. Peyğəmbər vəfat etdikdən sonra müsəlmanlar birdən ayırdılar ki, sən demə Peyğəmbərin canişini olmalıdır və s. İndi kimdir? Gəlin öz aramızdan bu məsələni seçək. Yoxsa imamət məsələsi Qur'an-ı Kərimin müsəlmanlara Peyğəmbər məqamı ilə tanıtdığı bir məqam idi. Yəni Peyğəmbər məqamını tanıdırır və onun yanında imamət. Məsələni tarixi cəhətdən yanaşsaq, aydındır. Əvvəl dedim də Peyğəmbərliyini ifadə edərkən imamət məsələsini qaldırdı. Bu məsələni tarix cəhətdən, hədis cəhətdən öz sübutunu çatır. Yəni bir insan desə ki, bu tarix sonradan yazılıb, mən o tarixə inanmıram və s. Bunlara Qur'an-ı Kərimdən ən tutarlı dəlil Ulul Əmr ayəsidir. Ayəni ümumi olaraq oxuyuram və bu ayənin bir sıra göstərişləri var. Ayə belədir. Yə eyyuhəl-ləzīnə əmənu atiyullah və atiyur rəsul və ulul əmri minkum. Bu ayənin birinci hissəsidir. Bunu inşallah ilk təhlil olaraq, ümumi təhlil adı altında bəhs edəcəyik. Ayənin ikinci hissəsi. Fəin tənəzətum fi şeyin fərədduhu ilallah və rəsul in kuntum tu'minuna billah vəl yevmil axir zalikə xayrun və əhsənu təvilə. Ayəni sözbəsöz tərcümə edirəm. Çünki bu ayə önəmli ayələrdən biridir. Yə eyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər. İman gətirənlərdən məqsəd, yəni müsəlmançılığı qəbul edən şəxslər nəzərdə tutur. Ətiyullah. Allaha itaət edin. Və atiyur rəsul. Və onun rəsuluna itaət edin. Və ulul əmri minkum. Və özünüzdən olan əmr sahiblərinə itaət edin. Bu ayənin yəni sözbəsöz tərcüməsidir. Fəin tənəzətun fi şeyin. Əgər bir məsələ barəsində aranızda münaqişə etsəz, fərədduhu ilallah və rəsul. Onu Allah və onun rəsuluna qaytarın. Ya Allaha qaytarın, ya Allaha müraciət edin, ya da onun rəsuluna. İn kuntum tu'minuna billah. Əgər Allaha iman edirsinizsə və yevmil axir, əgər qiyamət gününə də etiqadınız varsa, zalikə xayrun və əhsənu təvilə. Bu işiniz ən gözəldir və ən gözəl, ən doğru çarədir. Yəni hansı işdir? Yəni zalikə xayrun, bu iş nədir? Bir çox müfəssirlər deyir ki, yəni münaqişə olduğu vaxtı onu Allah və onun rəsuluna tərəf döndərmək, müraciət etmək ən yaxşıdır. Bu ayəni dediyimiz kimi qısa olaraq mən tərcümə etdim və bu ayə, yəni bütün məzhəbi baxışı kənara qoyaq, nə bu ayəyə bir şiyə olaraq baxaq, nə bu ayəyə bir əhl-i sünnə olaraq baxaq, bu ayəyə bir müsəlman olaraq baxdıqda, burada Peyğəmbərin vaxtında Peyğəmbərlik məqamı ilə yanaşı, digər bir məqama itaət etməkdən söhbət gedir. Yəni Allah məqamı müsəlmanlar üçün tanış idi, Peyğəmbərlik məqamı müsəlmanlar üçün tanış idi, üçüncü bir məqam təqdim olunur. Yəni bu məqamda müəyyən şəxs oturacaq, ona əmr sahibi deyilir və bu əmr sahibinə itaət etmək lazımdır. Demək, Qur'an-ı Kərim müsəlmanları üçüncü bir məqamla tanış etmişlər və bu məqama itaət etmək lazımdır. Ayəni inşallah təhlilin gələn müzakirəmizdə siz əzizlərlə birlikdə təhlil edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.